Salamlar, vaxtınız xeyir olsun. Biz bu 7-ci sinif və işlətlərindən bölmə 2.2 25 təbəqəsi necə hərəkət edir mövzusuna izahına baxacağıq. Gəlin vaxtı birinci tapşırığa baxaq. Təsvirə aid doğru fikri müəyyən edin. Gəlin müəyyən edək. Yer qabının alt hissəsidir. Bu yanlışdır. Üst mantiyada iştirak etmədən o cavab bəndi səhvdir. Mantiyanın üst təbəqəsidir. Xeyr, bu da səhvdir. Yer qabı da olmalıdır. Yəni ikisi bir yerdə olmalıdır. Odlu mayadan ibarətdir. Bu mantiyaya aid bir tərəfdir. Okeanlarda daha qalın olur. Xeyr, okeanlarda nazik olur. Ona görə düzgün cavabımız C bəndi olacaq. Yer qabı və üst mantiyanın bir hissəsini əhatə edir. Düzgün cavabımız 1-də C bəndidir. İndi gəl ikinci tapşırığa baxaq. İkinci tapşırıqda deyir ki, sxemə əsasən litosfer təbəqəsinin qurda və suda hansı qatlardan ibarət olduğunu deyin. Baxın, birinci antroposfer qat olacaq. Sonra bildiyimiz kontinent tipli yer qabı özü bölünür. Bazalt, qranit və çökmə qata bölünür. Yəni biri aid oldu, kontinent tipli yer qabına aid oldu. Yəni kontinent tipli litosfer qabığına aid oldu. 1-ə antroposfer, 2 C-yə bazalt, B-yə qranit, A-ya çökmə oldu. 2 okean tipli litosfer tavasıdır. Ona görə də 1-ə aid olacaq bizdə antroposfer, 2-ə də olacaq okean tipli yer qabağı və yaxud da belə desək, bazalt və çökmə qat aid olacaq. Üçüncü tapşırığa baxaq. Yəni dedik ki, kontinent tipli aid oldu antroposfer, bazalt, qranit və çökmə. Okean tipli aid oldu isə 1-ə antroposfer, 2-yə bazalt çökmə olacaq. Yəni beləncə davam edəcək. Üçüncü tapşırığa baxaq. Üçüncü tapşırıqda deyir ki, litosfer tavalarının sərhədləri verilmiş və xəritə sxemi üzərində olan hərəkət istiqamətləri oxlar vasitəsilə göstərir. Gəlin göstərək. Siz bunu sinif kitabından səhifə 40-dakı şəkillər əsasında həll edə bilərsiniz. Gəlin biz baxaq. Baxın, Şimal Amerika Avrasiya tavaları bir-birindən ayrılma zonası deyiləşir. Siz bunu İslam dərsindən bilirsiniz. Ona görə baxın, tavalar bu cür hərəkət edəcək. Daha sonra gəlir bizdə Afrika və Cənubi Amerika tavaları. Baxın, bir-birindən bu istiqamətdə ayrılacaqlar. Sonra gələcək bizdə Afrika, Ərəbistan göstərir, Ərəbistan tavası. Baxın, bu hissədə istiqamət hərəkət edəcək. İstiqamətlər dediyinə görə sadəcə biz şəklini çəkirik. Deməyə ehtiyac yoxdur. Yəni hansı istiqamətə getdiyini. Siz oxların yerini müəyyən edərək hansı azimut hərəkət etdiyini müəyyən edə bilərsiniz. Daha sonra Hindistan tavası, baxın bu istiqamətdə, yəni şimal-şərq istiqamətində hərəkət edəcək. Daha sonra gəlirik Antarktida tavası və Cənubi Amerika tavalarına baxırıq. Bir-birinin aralanma zonası yerləşir. Baxın, bu cür aralanacaq bir-birlərindən. Eyni qaydada Hind-Avstraliya tavası və Antarktida tavası baxın belə ayrılacaq bir-birlərindən. Və Hind-Avstraliya tavası və Sakit Okean tavası bir-birləri toxuşacaq. Eyni qaydada Avrasiya tavası və Sakit Okean tavası toxuşacaq. Filippin tavası da eyni qaydada toxuşur. Siz bunu artıq Yaponiya dərsindən bilirsiniz. Tavaları, Filippin tavası, Sakit Okean, Avrasiya tavasını. Daha sonra Naska tavasının hərəkət istiqamətinə baxsa, bu istiqamətdə hərəkət edəcəklər. Yəni Naska tavası Sakit Okeandan ayrılacaq. Karib tavası, Kakos tavası və Karib tavası bir-birlə toxuşur. Eyni qaydada da baxın bu cür hərəkət edəcəklər. Bu tavalarda bu cür. Siz bu cür yadda saxlaya bilərsiniz. Hind okeanı və Atlantik okeanında tavalar bir-birindən ayrılır. Sakit okeanda isə bir-birlə toxuşur. Yəni siz bu cür yadda saxlamaqla tavaların hərəkət istiqamətini bilə bilərsiniz. Sadəcə mən vizual olaraq gözünüzdə canlansın hərəkət istiqamətləri çəkdim. Yəni siz növbəti dərslərdə, yəni hidrosfer dərsində artıq biləcəksiniz ki, Sakit okean sahəsi kiçilməyə doğru gedir. Atlantik və Hind okean sahələri böyüməyə doğru gedir. Eyni qaydada Şimal Buzlu okeanda sahəsi kiçilməyə doğru gedir. Dördüncü test tapşırığına baxaq. Dördüncü test tapşırığında bizə deyir ki, litosfer tavalarının hərəkətini əks etdirən şəkildə rəqəmlər qeyd olunmuş hissələrə aid xüsusiyyətləri cədvəldə yazın. Bu da kitabda şəkil var. Yəni 3-də kontinent tipli yer qabığı, kontinent tipli litosfer tavalar toxuşur. 2-də 2 okean tipli litosfer tavası ayrılır. 1-də isə
kontent və okean tipli litosfer havalar toxuşur. Gəlin birdən başlayaq. Birdən nə baş verirdi? Yəni kontent tipli litosfer havası ilə okean tipli litosfer havası toxuşduqda sxemdə göründüyü kimi kontent tipli üstə çıxır, okean tipli isə alta doğru hərəkət edir. Bu nəticəsində sahil dağları, okeanlarda isə dərin çökəklər yaranır. Yəni biri aid olacaq kontent tipli və okean tipli litosfer havanın toxuşması nəticəsi olacaq. Dedik ki, nəticəsi aid olacaq, dedik, quruda sıra dağların yaranması, yəni sahil dağların yaranması, okeanda çökəklər, ikidə okean tipli litosfer havasının bir-birinə ayrılmasıdır. Bu nəticəsində dedik, okeanlarda sıra dağlar, həmçinin onların ətrafında da okean düzənlikləri, həmçinin okean çökəkləri də mövcud olur. Üçdə isə iki kontent tipli yer qabığı litosfer havası toxuşur. Bu nəticəsində də quruda sıra dağlar və düzənliklər formalaşır. Gəlin biz də təkrar edək. Birdə oldu kontent okean tipli litosfer havalar toxuşur. Okean tipli kontent tipli litosfer havasının altına girir. Nəticədə sahilyanı bölgələrdə dağlar, okeanlarda isə nə yaranır? Dərin okean çökəkləri, yəni novlar yaranır. İki okean tipli litosfer havası bir-birinə ayrılır. Bu nəticəsində okeanda sıra dağlar və düzənliklər yaranır. Yəni okeandan söhbət gedir. Üçdə isə iki kontent tipli litosfer havası toxuşur. Bu nəticədə quruda sıra dağlar və düzənliklər formalaşır. Bu oldu 4-cü cavabı. 5-ə baxaq. 5-də əslində suallar bir-birinə uyğun deyil. Ona görə biz bura şifahi deyəcəyik. Yəni bəziləri artıq qalacaq, bəziləri isə təkrar istifadə olunacaq deyən. Ona görə siz buradakı məlumatlar o qədər önəm daşımır. Gəlin baxın, litosfer havaların üfüqi və şaqili hərəkətinə nə deyilir? Buna təbii ki, tektonik hərəkətlər deyilir. Yəni litosfer havalar bilir ki, üfüqi və şaqili istiqamət hərəkət edir. Bu nəticəsində tektonik hərəkətlər formalaşır. Daha sonra okean tipli litosfer havası ilə kontinent tipli litosfer havası toxuşaraq onu altına gömür. Nəticədə quruda, yəni salyani bölgələrdə sıra dağlar, həmçinin okeanda isə dərin okean çökəkləri, yəni novlar yaranır. Daha sonra baxaq, iki kontinent tipli litosfer havası toxuşduqda quruda sıra dağlar yaranır. İki okean tipli litosfer havaları bir-birinə uzaqlaşdıqda isə nə yaranır? Okeanda sıra dağlar formalaşır. Dedik ki, litosfer hava üfüqi və şaqili hərəkət nəticəsində tektonik hərəkətlər formalaşır. Okean tipli və kontinent tipli litosfer havalar toxuşduqda quruda, yəni sahilyani bölgələrdə sıra dağlar, okeanda isə dərin okean çökəkləri yaranır. Daha sonra dedik ki, iki kontinent tipli, yəni quru materik tipli litosfer havalar toxuşduqda quruda sıra dağlar və düzənliklər yaranır. Bizə sıra dağlar soruşduğu üçün sıra dağlar yazacağıq. Daha sonra iki okean tipli litosfer havalar bir-birinə uzaqlaşdıqda isə nə yaranır? Okeanlarda sualtı dağlar, yəni sualtı sıra dağlar yaranır. 6-ya baxaq. 6 da ona uyğundur. Baxın, birdə bizdə deyir, baxın, bizdə hansı tipli litosfer havaların toxuşmağını soruşur. Okean və kontinent tipli litosfer havalar toxuşur. Baxın, bu okean, bu kontinent tipli litosfer havasıdır, bir-birinə toxuşur. Nəticədə okean tipli litosfer havası, kontinent tipli litosfer havasının altına girir. Sahilyani ərazilərdə sualtı dağlar, göz-suvarı adalar formalaşır. Okeanda isə dərin çökəklər və novlar formalaşır. B-yə baxaq. B-də iki okean tipli litosfer havasının bir-birinin aralanması prosesi baş verir. Bu nəticəsində okeanda sualtı dağlar və onların ətrafında isə sualtı düzənliklər, yəni abissal düzənliklər formalaşır. C-yə baxaq. C-də bizə deyir ki, C-də də iki kontinent tipli litosfer havası toxuşur. Nəticədə quruda sıra dağlar və düzənliklər yaranır. Yəni bu nəticəsi nə oldu? İki kontinent tipli litosfer havası toxuşur. Nəticəsi də nə olur? Dedik ki, quruda sıra dağlar və geniş düzənliklər formalaşır. Daha sonra 7-yə baxaq. Verilən qədim və quru hissələrinə aid xüsusiyyətlər
Bir-birinə birləşdirin. Birləşdirək. Baxın, mən buradan gedəcəm. Yer kürəsində ilk qrup parçasıdır. Bu Pangeaya aid olacaq. Bilir ki, yer kürəsinin ilk qrup parçası Pangeadır. Ona görə 1-ə elə 4 gedəcək. Daha sonra 225 min il əvvəl yaranmışdır. Pangeaya Pantalasa aid olacaq. Deyəcəm niyə Pangeaya aid eləmədi onu mən sizə deyəcəm. Daha sonra cənub yarımkürəsində olan qitələrə bölünmüşdür. Bu Gondvanaya aiddir. Sonradan iki hissəyə ayrılmışdır. Əslində həm Pangeya, həm də Lavrasiya iki hissəyə ayrılmışdır. Çünki baxın burada deyilməyib hansı hissələr ayrılmalı. Məsələn, burada materik deyə bilərdi. Yəni super materiklərimiz bilir ki, Lavrasiya və Gondvanadır. Amma yəni biraz bu düzgün deyil. Lavrasiya özü iki hissəyə bölünüb. Yəni Şimal Amerika və Avrasiya bölünüb, yəni materik olaraq. Həmçinin Pangeya da özü super materiklərə bölünür. Yəni bu Gondvana və Lavrasiyaya aiddir. Amma biz iki hissə ayrıldığını nəzərə götürsək, biz bunu Lavrasiyaya aid eləməliyik. Amma yenə deyirəm, bu Pangeaya da aid ola bilər. Kitabda biraz səhvliyi var. Yəni işlətən biraz səhvliyi var. Bu Pangeaya da aid ola bilər. Pangeya da özü iki hissəyə bölünmüş, yəni super materiklərə bölünmüşdür. Daha sonra 135 milyon il əvvəl yaranmışdır. Bu Lavrasiyaya aiddir. Düzgün cavabımız oldu. Burada baxın bu cür oldu. Bu Gondvanaya aid oldu. Baxın burada cənub yarımkürəsində olan materik qitələrə bölünmüşdür. Daha sonra Pantalasa aid oldu. 225 min il əvvəl yaranmışdır. Əslində Pangeaya aid ola bilərdi bu. Yəni kitaba nəzərən. Sonra Lavrasiyaya baxaq. Lavrasiya deyir ki, sonradan iki hissəyə ayrılmışdır. Bu Pangeaya aid ola bilərdi. Yəni burada dəqiq bir tarix və yaxud da məlumat, qitə və yaxud da Avrasiya materik yazılmadığı üçün biz hər ikisinə də aid edə bilərdik. Yəni həm Pangeaya, həm Lavrasiya. Mən burada Lavrasiyaya aid elədim. 135 min il əvvəl yaranmışdı. Bu Lavrasiyaya aiddir. Pangeaya isə yerin ilk qrup parçasıdır. Bu Pangeaya aid olacaq. Biraz testlərdə səhvlik olduğu üçün biraz beyniniz qarışa bilər. Amma biraz səhvləri çıxsa, yəni mən səhvlər dedim, suallar işləmək mümkündür. 8-ə baxaq. Xəritə sxemində göstərilən işarə edilmiş qrup və sövzənin adlarına uyğun cədvəldə yaz. Birinci aid olacaq, A-ya aid olacaq, baxın, Pangeaya, B-ya aid olacaq Pantalas. Yəni ilk materikimiz və okeanımız. Sonra 2-yə aid olacaq, baxın burada, 2-yə aid olacaq burada. Yuxarıda Lavrasiya, D-də isə olacaq Gondvana qurusu aid olacaq. 3-sə də materik qitələrimizə bölünür. Məsələn, Avrasiya, Afrika, Cənubi Amerika, daha sonra Şimali Amerika, Antarktida və Avstraliyaya bölünmüşdür. Sonra 9-a bax, doğru ifadələri müəyyən edin. Azərbaycan ərazisi litosfer tavalarının sərhədində kənarda yerləşir. Bu yanlış fikirdir. Azərbaycan demişdik ki, litosfer tavalarının sərhədində yerləşir. Yəni Ərəbistan və Avrasiya litosfer tavalarının toqquşma sərhədində yerləşir. Ona görə bir səhvdir. Yəni kənarda yerləşmir, sərhədində yerləşir. Ölkəmizdə tektonik hərəkətlərin baş verməsi tavan hərəkətlə bağlıdır. Bəli, bu doğrudur. 2-ni götürürük. Azərbaycan Avrasiya və Ərəbistan tavalarının sərhədində yerləşir. Bəli, bu tamamilə doğrudur. 3-ü də götürürük. Azərbaycan ərazisi Gondvana qurusunun bir hissəsidir. Xeyr, Gondvana qurusunun deyil, Lavrasiya qurusunun bir hissəsidir. Yəni Azərbaycan şimal materiklərinə aiddir. Ona görə düzgün cavabımız 2-3. Cavab burada B bəndə olacaq. Sonra baxaq, Alp-Malay seysmik qurşağını yaradan litosfer tavalarını müəyyən edin. Burada 5 avtomatik çıxmalıyıq. Çünki Atlantik okean deyilən litosfer tavalarımız yoxdur. Ona görə 5 çıxdığımız zaman, baxın, Y çıxır, D çıxır və A çıxır. Və Sakit Okean da demişdik ki, yəni quruda sıra dağlar yaranırsa, yəni bunlar təbii ki, kontinent tipli litosfer tavalarının toqquşması nəticəsində yaranır. Ona görə Sakit Okean da çıxacaq. 3-ü də çıxdığımız zaman, baxın, 3 elə çıxır. Düzgün cavabımız olacaq. Baxın, burada Cənubi Alp-Malay, Cənubi Amerika görmür. Ona görə 2-ni də çıxırıq. Düzgün cavabımız olacaq 1, 4, 1, 4, 6. Düzgün cavabımız oldu C bəndi. Yəni dediyimiz kimi Afrika iştirak edir. Sonra Ərəbistan tavası iştirak edir. Hindistan tavası iştirak etmişdir Alp-Malay seysmik qurşağı yaranmasında. Daha sonra 11-ci tapşırığa baxaq.
11-ci tapşırıqda deyir ki, seysmik qurşaqları onunla yaranma proseslərini iştirak edən şəkilləri müəyyən edin. Alt malayın yaranmasında iki kontinent tipli litosfer havasının toqquşması nəticəsində formalaşmışdır. Ona görə kontinent tiplinin qrafikası bu olduğuna görə alt malaya bu uyğun gələcək. Sakit okean odlu qövsünə isə okean və quru litosfer havaların toqquşması nəticəsində uyğun gələcək. Yuxarıdakı qrafik uyğun gələcək. Sakit okean qövsünün hansı litosfer havalar səviyyəsində yarandığını yaz. Gəlin deyək, məsəl üçün Avrasiya, Şimali Amerika, sonra Filippin, Naska, Kakos havalarını biz bura qeyd edə bilərik. 13-cü tapşırığa baxın. 13-cü tapşırıq deyir ki, Ellervin diaqramını tamamla. Sakit okean odlu qövsü və alt malay seysmik qurşağı. Gəlin tamamlayaq. Sakit okean odlu qövsü hansı havaların toqquşması sərhədində yerləşir? Okean və kontinent tipli litosfer havaların toqquşması nəticəsində yaranır. Alt malay seysmik qurşağı isə iki kontinent tipli litosfer havaların toqquşması nəticəsində yaranır. Oxşar cəhət isə hər ikisi seysmik cəhətdən aktivdir. Yəni bu oldu onlara oxşar cəhət. Yəni fərqli cəhətləri sakit okeanın yaranmasında həm kontinent, həm okean tipli litosfer havaları iştirak edir. Alt malay qurşağında isə yalnız kontinent tipli litosfer havaları yaranmasında iştirak edir. Dərsimiz bu qədər. Video izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənə dək hələlik.